Bir məsələni sizlə bölüşmək istəyirəm. Düzü bu məlumatın nə dərəcədə düzgün olduğuna tam əmin deyiləm, ancaq bunun əsasında bir ibrətamiz hekayə kimi buna bir xatırlatma kimi yanaşa bilərik. Deməli məlumat daxil olur ki, Rusiyada bir nəfər xanım qida qəbulu zamanı tualetə gedirmiş, yəni tualetdə qapını bağlayıb tək oturub qida qəbul edirmiş. Nəticədə xanımın boğazında qida qalığı qalır, o boğulur və dünyasını dəyişir. İş yoldaşları da yalnız meyit artıq iylənəndən sonra onu tapırlar. Çünki məsuliyyətsiz yanaşırdılar, ərazidə özləri hətta tualetə girib çıxanda qapı bağlı olduğunu bunları narahat etməyib. Heç kim fikirləşməyib ki, iş yoldaşları hardadır, hətta rəhbərlik belə maraqlanmayıb və üzərindən bir neçə gün keçəndən sonra artıq həmin xanımın meyidi tapılıb. Burada məsələ nə yerdədir? Nəyə görə xanım belə davranırdı? Psixoloji təhlükəsizlik. Xanımın deyilir ki, utancaqlığı var idi. Yemək yeyəndə, yemək qəbul ediləndə digərlərindən utanırdı və yaxud da ki, fikirləşirdi ona nəsə zarafatlaşa bilərlər, ona nəsə yersiz sözlər, ifadələr istifadə edə bilərlər. Onu narahat edə bilərlər və müxtəlif səbəblərdən özünü təhlükəsiz hiss etmədiyinə görə çalışırdı ki, qida qəbulu zamanı tək bir yerə çəkilsin. Bu bizə nə xatırladır? Hətta iş yerində qida qəbulu belə təhlükəli bir prosesə çevrilə bilər. Əgər sizin allergiyanız varsa, epilepsiyanız varsa, yəni ki, belə deyirlər, qıc olmalar, tutmalar baş verirsinizsə, bu qaçılmazdır. Təəssüf ki, bu sizin həyatınızın və sağlamlığınızın bir hissəsidir. Siz bunlardan yayınmalı deyilsiniz. İkinci məsələ, əgər siz iş yerində utanırsınızsa, qorxursunuzsa, işə götürənlər gərək elə bir şərait, elə bir mühit yaratsınlar ki, işçilərin qida qəbulu onlar üçün çətinliyə, onlar üçün bir əziyyətə çevrilməsin. İş mühitində, iş yerində psixoloji təhlükəsizlik təmin edilməlidir. Qida qəbulu tamamilə normal bir şeydir. İnsanların gündə 3 dəfə, 2 dəfə indi kim nə qədər qəbul edirsə, həmin qədər qida qəbul etməyə haqları var, hüquqları var. İş yerlərində psixoloji təhlükəsizlik təmin olunmadıqda, xüsusilə qida qəbulu zamanı işçilər özünü narahat hiss edirsə, onlar üçün yer ayrılmayıbsa və yaxud da ki, ümumiyyətlə yer yoxdursa, öz iş yerində qida qəbul edən işçilərlə çətinlik törədilirsə, bu qəbul olunmazdır. Mütləq qaydada işçilərin ən doğal, türklər demiş, ən təbii haqlarını ödəmək üçün şərait olmalıdır və psixoloji təhlükəsizlik mədəniyyəti formalaşdırılmalıdır. Üçüncüsü, işçilər, əgər siz qida qəbulu zamanı utanırsınızsa, qorxursunuzsa, fikirləşirsiniz ki, kimsə sizə nəsə deyə bilər, sizinlə zarafatlaşır, bilərlər. Buna qətiyyən fikir vermək lazım deyil. Öz sərhədlərinizi qurmalısınız, öz haqqınızı tələb etməlisiniz. Həmin insanlarla birbaşa diyaloqa girməlisiniz, kontakta girməlisiniz. Onları başa salmalısınız ki, bu tam təbii bir prosesdir. Yəni heç kim mutant deyil, heç kim ay mən belə quruyam, mən belə Hindistan ustalarından təlim almışam, mən ancaq gün işığı ilə dolanıram. Xeyr, heç kim belə deyil. Hamı yemək yeməlidir, hamı su içməlidir və bu tamamilə normal bir prosesdir. Ancaq iş yerində işçilərin, təəssüf ki, səviyyəsiz insanların və normal şeyləri məsxərəyə çevirən təlxəklərin, klounların əlindən insanlar özlərini normal hiss edə bilmirlər, özlərini təhlükəsizlikdə hiss edə bilmirlər. Ona görə bir, işə götürənlər, menecerlər və s. bu proseslərin tənzimlənməsi, aradan qaldırılması və birmənalı şəkildə yoxa çıxarılması üçün tədbirlər görülməlidir ki, işçilər normal qida qəbul edə bilsinlər və işçilər, əgər siz öz ümidinizə qalmısınızsa, belə deyək, çünki bu reallıqdır, bu normallıqdır, bu normal olmasa da gündəlik həyatımızda gördüyümüz şeylərdir. Bunların qarşısına özünüz almalısınız, bunlarla özünüz məşğul olmalısınız və məsuliyyət öz üzərinizdə düşür. Kömək istəyin, dostlarınızla, yoldaşlarınızla, iş yerində rəhbərliklə işbirliyi qurun ki, bu mühiti yaradılmasına siz də qatqınız, belə deyək, öz əməyiniz olsun.